Əsasən kişilər bunun üstünə oturur. Və bu prostat vəzin promejnis deyirlər də rus dilində. Onu sirkələyir, qan dövranını yaxşılaşdırır. Əsas funksiyası limfa drenajdır, limfa qolu. Limfada qan kimi bütün bədəni əhatə edir də, onu çox gözəl bunun funksiyaları var. Özdə belə baxanda vrodi prostoy aparatdır, amma funksiyası həddindən artıq çoxdur. Bizim də bütün funksiya. Əldə 156 toçka var. Əlinizi belə qoysanız, məsələn, onu müalicə edir. Əgər dirsəkləri düzəltsin, çiyin oynaqlarını başlayır müalicə eləməyə. Ayaq ağrılarında bizdə əsasən günü boyu oturaq həyatı sürənlərdə ayaqda qan yığılır, limfa hamısı çökür aşağı. Onları qoyur yuxarı. 15 dəqiqə bunun üstündə duranda elə bir 5 kilometr gəzmişsiniz, qaçmışsınız, neynəmişsiniz. Ondan başqa da həm də ki, bu içəridə olan bütün orqanları ki, bu sirkələyir, bu orqanı sirkələyəndə elə bir masajda qan dövranı yaxşılaşır. Qan dövranı yaxşılaşanda ağrı da keçir. Ağrıdan başqa da ki, orada deməli süd turşusu deyirlər, maloçnaya kislota. Bütün oynaqlarda süd turşusu yığılanda o ağrı verir, oynaqda əzələdə. Əzələ ağrısı süd turşusundandır. O süd turşusunu da qoğur çıxardır bədəndən. Onun funksiyası həddindən artıq çoxdur. Bizim işimiz bu sahələ görə bir göz